Qeyri-müsəlman hakimi, bəli, alimlər buyurublar ki, qeyri-müsəlman hakimə qarşı çıxmaq olar. Və lakin, burada hansı qeyri-müsəlman hakimlərdən söhbət gedir? Hansı ki, müsəlman diyarında hökmü ələ aldı. Yəni, indiki qeyri-müsəlman kafir ölkələrdən söhbət getmir. Çünki o əslində heç müsəlman ölkəsi deyil ki, sən gəlib orada ona qarşı çıxasan. O söhbət gedir birdən müsəlman əhali, müsəlman ölkədə hökmü qeyri-müsəlman aldı. Başqa dinlər məsələn. Ona qarşı çıxmaq olar. Bəli, şəriət onu icazə verir və lakin şərtlərlə. Hətta bu məsələdə şərtlər var. Məsələn, güc olmalıdır, qüdrət olmalıdır. Belə deyil ki, hələ çıxaq bax belə nəticəyə. İkinci, məsələn, bədil olmalıdır. Tutaq ki, yaxşı, ondan götürürüz. Kim olacaq onun yerinə? Üçüncü, alimlər həmçinin qeyd edirlər, o fitnəsiz olmalıdır. Əgər, necə bugün buyururlar da, deyirlər, vətəndaş müharibəsi olacaq, qan töküləcək və s. fitnə olacaq, düzgün deyil. Ona görə bu şərtlər kafir dövlət başçısına aiddir. Lakin müsəlman dövlət başçısına aid deyil. Ona görə əfsuslar olsun ki, sadəcə biz bunu başa salmalıyıq. Çünki bu məsələni götürürlər bəzi adamlar, müsəlman dövlət başçılarını təkfir edirlər, sonra bu alimlərin sözləri gətirirlər. Halbuki bu alimlər sözlərin birincisi kafir dövlət başçısına aiddir. Bir. İkincisi, hətta o şərtlər indi yoxdur. Ona görə bu məsələdə ehtiyatlı olmaq lazımdır. Düzgün onu başa düşmək lazımdır və fitnədən, fitnə əhlindən qorunmaq lazımdır.